Dədə balası cənnətin bir güşəsi olan Lənkərandan daha bir möhtəşəm villanı sizə təqdim edirəm. Hal-hazırda Xanbulandayıq. Bir dənə bu villaya baxın. Bir dənə bu gözəlliyə baxın. Görün bu təbiətin qoynunda necə gizlənib. Gizlənib və başını o ağaclıqdan çıxarıb baxır Xəzər dənizinə. Bu təqdimatı sona kimi izləyin. Sonda da qiyməti sizə elan eləyəcəyəm. Gəlin getdik. Deyir o yaşıl ağacın altı bizimdir. Deyir o dəli gilasının söhbəti var. Qalmışıq dəli gilasının altında dədə balası villanın həyətindəyik. Villanın ümumi sahəsi 10 sotdan ibarətdir. Sağ tərəf meşə zolağıdır. Bir dənə xırda problemimiz var. Villanı qarşıdan sizə rahat göstərə bilmirik. Niyə? Gördüyünüz bu cəngəllik, hamısı limon, mandarin, feyxua, apelsin və digər meyvə ağaclarıdır. Bunlar hamısı görürsünüz. Ona görə biz burada baxım olmayıb deyə içəriyə girib villanı sizə qabaqdan çəkib göstərə bilmirik. Bir dənə bura qəşəng bağban salmaq lazımdır. Qəşəng burada səliqə sahman yaratsın, padreska eləsin ki, biz qabaqdan sizə villanı göstərə bilək. Villanın qarşısındakı bu panoramik pəncərəni görürsünüz. Yerdən ta ki yuxarıya kimi çox yüksək səviyyədə işlənmiş bir pəncərədir. İndi sizə bir dənə xırda bir şey deyirəm dostlar. Bir dənə interşumla dinləyin. İnterşumla. Bax mikrofonla indi siz buranın səsini eşitmirsiniz. Mikrofonsuz sizə xırda görüntülər verirəm. Dinləyin, sonra davam eləyək. Dinlədiniz dədə balası. Gəlin, gəl bura. Burada qəşəng geniş ərazi var. Ağaclıqların dalında da xeyləm ərazi var. Qabaqda da özünüz üçün bir dənə bisetka yeri eləyə bilərsiniz. Buranın yəqin ki, ev sahibi bisetka üçün nəzərdə tutub. 36 tondan ibarət bir dənə çən var burada dostlar. Baxın, bu çən 36 tondan ibarətdir. Xanbulan suyu gəlir, dolur bura. Siz də buradan təmiz bulaq suyunu istifadə edirsiniz. Gəlin villanın arxasına keçək. Bura villanın arxasıdır. Kamera nəzarət sisteminə kimi çəkilib. Bu ağlaylar təmiz daşdır ya. Təmiz daş ağlaydır. 7000 manata kimi bura pul xərclənib bu ağlaylara. Evin arxası tam olaraq metlaq döşənib. Nəmişliyə görə. Gözəllikdir, elə deyilmi? Hə? Nə qaldı? Evin içərisinə. Gəlin gedək görək. Evin içərisi nədən ibarətdir? Dəyərli dostlar, villanın içərisindəyik. Nədən başlamaq istəyirəm? Ümumi ölçülərdən. 15-in 10-a villanın çöldən çölə ölçüləridir. Ümumi 300 kvadrat metrə ümumi sahəsidir. Bir dənə xırda bir şey göstərəcəm sizə. Xırda bir şey deyil ha. Bir dənə bu divarın qalınlığına baxın. Yəni son dəfə hansı yeni tikilmiş evdə siz 60 sant qalınlığında divar görmüsünüz. 60 sant mişar daşı ilə hörülmüş divar. Sonuncu dəfə harda görmüsünüz. Ağır işlər hamı görülüb. Ağır işlər hər biri hazırdır. Baxın, elektrik sisteminə kimi çəkilib. Tavan alçıpandan yığılıb. Qalıb xırda para pudra kraska işi. Villanın birinci mərtəbəsindəyik. Buradan pilləkan nəzərdə tutulub. İndi çıxacaq yuxarıda görəcəksiniz. Birinci mərtəbə isti döşəmə ilə təchiz olunub. Beton tökülüb. Kollektor yığılıb. Çox da səliqəli yığılıb. Bu arada santexnikin işini vurğulamaq lazımdır. Birinci mərtəbədə bir dənə otaq, bir dənə böyük sanitar qovşağı, həm sanitar qovşağı kimi, həm də buranı kladovka kimi də istifadə eləmək olar. Texniki otaq da var burada. Yəni indi qaldı sizin zövqünüzə də, ev sahibinin zövqü nə idisə, baxın ara divarlar da qırıqdır. Ara divarlar da qırıqdır. Qaldı qalan pudra kraska işləri dostlar sizin ümidinizə. Burada bir dənə mətbəxdir. Mətbəx kimi nəzərdə tutulub. Bu birinci mərtəbədir. Burada da böyük bir dənə otaqdır. Burada böyük bir dənə otaqdır, bəli. Bütün xətlər çəkilib. Bütün elektrik yataqları 30-durulub. Hər biri 30-durulub. Xətlər də hamısı keyfiyyətli şnurlardan istifadə olunub. Gəlin çıxaq ikinci mərtəbəyə. İndi burada bəzən deyir sizə əmlakçı belə qazandı, belə yedi, belə dağıtdı.
Baxın, əmlakçı həm də təhlükəyə atıraq özün belə yerlərdə. İndi görək bizim kamera çəkənimiz çıxa biləcəkmi bura? Gəlin. Gəlin, getdik ikinci mərtəbəyə. Gəl, tələsmə, gəl. Yıxılanda səs eləyəcək. Gəl. Bu da villanın ikinci mərtəbəsi. Çox gözəl mənzərəsi var. Gəlin bir dənə birinci elə zaldan başlayaq. Zalın tavanını görürsünüz. Döşəmə, beton tökülüb. İkintidən anlayanlar gələrlər, biz onlara ətraflı izah eləyərik. Buradan Xəzər dənizini görürük. Baxın bir dənə bu gözəlliyə. Bir dənə bu gözəlliyə baxın. Qardaşım, oturmuşsan dostlarınla burada. Yiyib içirsən, baxırsan bu Talış diyarının gözəlliyinə heyran olursan. Necədir sənsin? Bura villanın qonaq otağı idi. Gəlin digər otaqlarla da tanış olaq. Bir dənə burada otaq nəzərdə tutulub. Bax, bunun da tavanı hazırdır. Biraz işıqdan əziyyət çəkirik burada. Hava da bizi gördü, matəm oldu. Bir dənə bura baxın hələ. Bir dənə bunun tavanına baxın hələ. Ümumiyyətlə, alçıban işini də mükəmməl formada görüblər burada. Bir dənə də burada otaqdır. Ümumi 300 kvadratdır da dostlar. 300 kvadratdır, ancaq pudra kraska işləri qalır. Bax, tavana bax, gözəl insan. Bir dənə mənzərəyə bax. Bütün otaqlarda bu mənzərə var. Bir dənə bax, bu gözəlliyə. Yoxdur belə bir şey, heç bir yerdə. Bilirsiniz də, sizin qardaşınız ancaq və ancaq nadir tapıntılar eləyir. Nadir tapıntılar. Bir dənə də otaq oradadır. İndi taxta şalman onun qarşısını kəsib, amma hörmətli operatorumuz onu özü sizə bir dənə burada göstərəcək. Mən o tərəfə keçə bilmirəm. Onun da elə mənzərəsi eynən gördüyünüz kimidir. Gördünüz? Hə. Mənim gözəl qardaşım, gəl hələ, gəl indi mənim yanıma. Gəl, indi keçək əsas məsələyə. Şakaya pul lazımdır, şakaya pul lazımdır. Sən avarasan ağacları çəkməklə. Deyir, oğlum Tural getdi gül dərməyə. Şakaya pul lazımdır. Şaka bura 260 min manat qiymət deyir. Dədə balası. 260 min manat deyir. Amma gəl də, sən yaxın gəl. Sən yaxın gəl, mən onun saqqızını sərçin oğurlayaram. Telefon nömrəmiz 050 321 45 02. Əldən vermə, dədə balası.